İnsanlar muzeylərdə, sosial şəbəkələrdə bir eksponatı görəndə hansı əziyyətlərlə arxeoloq tərəfindən aşkarlandığını çox da bilmirlər. Ermənilər orada hərbi baza yaratmışdılar, həmin Çinartəpə abidəsinin üzərində və bu səbəbdən də orada da mina təhlükəsi çox yüksək səviyyədə idi. Həqiqətən arxeologiya uğrunda biz orada öz həyatımızı təhlükəyə atırdıq. Sovet dönəmində Azərbaycan arxeologiyası Avropa elmindən təcrid formasında inkişaf etdiyi üçün onlar Azərbaycanda olan tapıntılar və abidələr haqqında məlumatsızdılar. "8 yanvar 1999-cu ildə Səlyan rayonunda anadan olmuşam və orta məktəbi də Səlyan rayonunda, bir saylı orta məktəbdə rus bölməsində almışam. Məktəb vaxtı professional şahmatla məşğul olurdum. Hətta 2 dəfə rayon birinciliyim, bir dəfə də respublika üçüncülüyüm olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul oldum 2016-cı ildə. 2017-ci ildə biz arxeologiyanın nəzəriyyəsini bir fən kimi keçirdik. O vaxt mənim əlimə böyük bir fürsət düşdü. Əyani formada arxeoloji tədqiqatlarda iştirak etmək. Böyük bir proyektin bir üzvü olduq o illərdə. Archaeological Exploration of Barda adlı proyekt idi. Bu proyekt Oxford Universiteti ilə Moskva Dövlət Universitetinin Bakı filialı arasında layihələndirilmiş bir proyekt idi. Həmin proyektdə 2 il iştirak etdim mən. Təbii ki, də o vaxta qədər iç qazıntının həyəcanı və s. Qazıntıya başlayan kimi bizim qazıntı rəhbərimiz Paul Wordworth bizim əlimizə alət verdi ki, buyurun, bura qazıntı sahəsi, düşüb qazıntı apara bilərsiniz. Və bizdə arxeologiyada belə bir anlayış var ki, təcrübəsinin bəxtliliyi. Yəni, təcrübən nə qədər azdırsa, yaxşı tapıntı tapmaq bəxtin o qədər çoxdur. Mən də elə ilk gün qazıntıya başladığım ilk saatda bir bütöv gözəl bir qab tapmışdım. Hazırda həmən qab Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında sərgilənir. Yadımdadır, həyəcanla o qabı oradan çıxarıb qazıntı rəhbərimizin yanına aparmışdım. Hətta qazıntı rəhbəri də məni biraz danlamışdı ki, çox tələsmirsən çıxartmağa. Elə olanda əvvəlcədən xəbərdarlıq etmək lazımdır. Gənc ikən 21 yaşımda Oxford Universitetində keçirilən konfransda iştirak şansı. Erasmus Plus proqramı ilə 2018-ci ildə 1 illik Türkiyənin Cümhuriyyət Universitetində təhsil almışam. Magistr dövrümdə və s. arxeologiya ilə çox daha ciddi məşğul oldum. AMIA Arxeologiya və Antropologiya İnstitutunda elmi işçiyəm. Fəaliyyətim ərzində mən 5-dən çox beynəlxalq layihədə, 12-dən çox qazıntıda iştirak etmişəm və 6 ölkədə keçirilən müxtəlif konfranslarda iştirak etmişəm. Misal üçün, Azərbaycan-Almaniya birgə layihəsi olan Qarabağ düzənliyinin tədqiqi və qazıntısı proyektində 2 il, 2022-ci və 2024-cü illərdə iştirak etmişəm. Avropa İttifaqının bir başqa layihəsi olan COST layihəsinin Game Table qrupunun üzvüyəm. Bu layihənin əsas məqsədi isə qədim zamanlarda mövcud olmuş fərqli oyunların tədqiqidir. Bundan başqa UNESCO-nun Qədim Gəncənin Şilli Keramikası adlı layihədə iştirakçı olmuşam. ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya, Qazaxıstan kimi ölkələrdə aparılan konfransların iştirakçısı olmuşam. Maraqlı konfranslardan biri Fransanın Lyon şəhərində Lumière Universitetində keçirilən konfrans idi. Mən öz tədqiqat mövzuma uyğun bir mövzu ilə orada çıxış edirdim. Azərbaycanın Səlcuq dövrü fayansları haqqında. Mən fayansların yerli istehsal ola biləcəyini deyəndə bəzi
Avropalı kolleqalarımız, Avropalı və İranlı kolleqalarımız buna biraz tənqidi yanaşdılar. Onda səbəbi Sovet dövründə Azərbaycan arxeologiyası Avropa elmindən təcrid formasında inkişaf etdiyi üçün onlar Azərbaycanda olan tapıntılar və abidələr haqqında məlumatsızdılar. Əslində mən arxeologiyanı çox sevirəm və ələlxüsus çöl işini çox sevirəm. Hətta Bakıda çox qalanda bəzən öz ürəyim sıxılır, deyirəm nə vaxt çöl mövsümü başlayacaq, qazıntılar başlayacaq. İnsanlar muzeylərdə, sosial şəbəkələrdə bir eksponatı görəndə hansı əziyyətlərlə arxeoloq tərəfindən aşkarlandığını çox da bilmirlər. Arxeologiyada biz incəliklə işləməliyik, kifayət qədər incə işləməliyik ki, fərqli mədəni təbəqələr var, fərqli qatlar var ki, bunlar bir-birinə qarışmasınlar. Ümumilikdə ondan çox qazıntıda iştirak etmişəm. Azərbaycanın müxtəlif regionlarında aparılmış qazıntılarda. Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqat işləri də var. Qarabağda və Şərqi Zəngəzurda qazıntı aparmaq biraz çətin məsələdir. İlk olaraq mina təhlükəsi heç şübhəsiz ki var. İkinci olaraq isə bildiyiniz kimi işğal dövründə ermənilər Qarabağın bütün infrastrukturunu dağıtmışdılar. Ona görə də çox aşağı infrastrukturda qazıntı aparmaq bizim üçün çox çətin olur. Şərifan şəhər yeri çox təhlükəli bir ərazidə yerləşirdi. Ətrafı bütöv minalanmış bir ərazi idi. Biz ora hər gün getdikdə Anamanın mina axtaran dəstəsi ilə birgə gedirdik. Onlar irəlidə gedib ərazinin minalı olub olmadığını yoxlayırdılar. Onların ardınca biz gedirdik. Amma buna baxmayaraq mina qorxusu və yaxud da ki, hava şəraiti və yaxud da infrastruktursuzluq bizi heç vaxt qorxutmayıb bu ərazilərdə tədqiqat apararkən. Şərifan şəhər yeri Zəngilan rayonunun Şərifan kəndi ərazisində yerləşir və Xudafərin körpüsündən 10 kilometr aralıda yerləşir. Azərbaycanın Monqol və postmonqol dövrünün tədqiqi üçün unikal bir abidədir. Sadə bir orta əsr yaşayış məskəninin ticarətin təsiri ilə necə urbanizasiya prosesinə məruz qaldığını açıq-aşkar göstərən bir abidədir. Çinartəpə abidəsi Ağdam rayonunda yerləşir. Çox təbəqəli bir abidədir. Təpənin hündürlüyü 10 metrə yaxındır. Biz ilkin tədqiqatlarda 2 metrlik mədəni təbəqəni tədqiq edə bilmişik və orta əsrlərin 9-11-ci əsrlər ərzində olan yaşam dinamikasını çox yüksək səviyyədə göstərən bir abidədir. Qazıntılarda bizi təəccübləndirən tapıntılar heç şübhəsiz ki var idi. Misal üçün dövrü üçün unikal sayılan, hətta bir çox ədəbiyyatda daha sonradan verilən Firuzə Şirli qap fraqmenti var idi ki, biz onu 10-cu əsr təbəqəsindən aşkarlamışdıq və bu bizim orta əsr keramikasının xronoloji bölgüsünə yeni bir əlavə idi ki, bu tip keramikalar daha erkən dövrlərdə də aşkarlana bilərlər. Çinartəpə abidəsi özü həm də dağıdılmış bir abidə idi. Ermənilər orada hərbi baza yaratmışdılar, həmən Çinartəpə abidəsinin üzərində və bu səbəbdən də orada da mina təhlükəsi çox yüksək səviyyədə idi. Hətta bizə həmişə Anamanın əməkdaşları bəş-bəş tapşırırdılar ki, işarələdikləri ərazidən kənara ümumiyyətlə çıxmaq olmaz. Həqiqətən arxeologiya uğrunda biz orada öz həyatımızı təhlükəyə atırdıq. Qarabağın demək olar hər küncündə biz erməni vandalizmi ilə qarşılaşırdıq. Ermənilər ya həmən ərazilərdə səngər qazırdılar və yaxud da ki, hərbi bazalarının həmən yerlərdə yerləşdirirdilər. Şübhəsiz ki, arxeoloji abidənin üzərində kənar müdaxilə olduqda, qeyri-professional kənar müdaxilə, səngər qazmaq və s. onlar birbaşa mədəni təbəqəni məhv edirlər. Bir də həmən mədəni təbəqə heç bir formada tədqiq edilə bilməz. Təəssüflər olsun ki, Azərbaycanda bir neçə sahələr var ki, bunlarla məşğul olan professionallar yoxdur bizdə. Misal üçün, zooarxeologiya, arxeobotanika və s. belə sahələr var ki, Azərbaycan üçün bunlar çox yeni sahələrdir və bu sahələrdə bizim öz mütəxəssislərimiz yoxdur. Amma beynəlxalq layihələrdə bu sahələrlə məşğul olan bir çox mütəxəssislər iştirak edirlər. Təəssüflər olsun ki,
gənc arxeoloqlarımızın sayı kifayət qədər azdır. Bunun əsas səbəbi də Azərbaycanda arxeologiya ixtisasının mövcud olmamasıdır. Bəzən olur ki, hər hansısa bir arxeoloji abidə dağılma təhlükəsi ilə üz-üzə durur. Burada birbaşa olaraq arxeoloqun üzərinə vəzifə düşür ki, həmən abidəni ya konservasiya etsin və yaxud da konservasiya etməyə qorumaq mümkün deyilsə, təcili qurtarma qazıntıları sayəsində həmən abidəni dağılmaqdan xilas etsin. Arxeologiyanı sevmədən arxeoloq olmaq mümkün deyil. Çünki qıraqdan baxıldıqda arxeologiya asan sahə kimi görünsə də, əslində çox çətin bir sahədir. Məncə Azərbaycan gənci ilk olaraq öz sevdiyi işlə məşğul olmalıdır. Ümumiyyətlə, bir insan öz sevdiyi işi görəndə, öz işini sevərək görəndə, o maksimal dərəcədə məhsuldar ola bilir. Öz işini sevmək özü də mənə görə vətənpərvərliyin, vətəndaşlıq borcunun bir hissəsidir. Mükafatı alma xəbərim 31 yanvar tarixində saat 2-yə qalmış baş verdi. Ətrafdan mənə yığıb təbriklər gəlməyə başladı ki, mükafat almısan. Bu mükafata layiq görülməyim təkcə mənə yox, arxeologiya elminə olan bir böyük diqqət və qayğıdır. Buna görə də cənab prezidentimizə təşəkkür edirəm. Ən böyük gələcək planım arxeologiya ilə məşğul olmağa davam etməkdir və Azərbaycan arxeologiyasını Avropa və dünya arxeologiya elmində təmsil etməkdir. Belə işlər.